Tovuzda dəm qazından zəhərlənmə olub. Hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü şəxs yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İxtisasçı həkim olan şəxs Bakıda yaşadığı, rayona atası gilə qonaq getdiyi məlum olub. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır. Bərdədə ibtidai sinif müəllimi vəfat edib. Bərdə rayon Əmirlik kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi çalışan 1965-ci il təvəllüdlü Nisəxanım Musa qızı Fərzəliyeva dünyasını dəyişib. Onun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilib. Rusiyanın birinci kanalının müharibə müxbiri Anna Prokofyeva Belqorod vilayətində öldürülüb. Bu barədə Rusiyalı bloger Vladimir Romanov açıqlayıb. Onun sözlərinə görə jurnalist martın 26-sında dünyasını dəyişib. Müxbirin ölümü ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Bundan bir qədər əvvəl İzvestiyanın müxbiri Aleksandr Fedorçak, həmçinin Zvezdanın operatoru Andrey Panov və çəkiliş qrupunun sürücüsü Aleksandr Sirkeli müharibə bölgəsində həlak olublar.